Nəhayət ki, o gün çatdı. Qardaşımın elçiliyinə gedirik. Gəlin bir yerdə hazırlaşaq. Çox sevincli olduğum qədər, həm də çox həyəcanlıyam. Bəzi günlər həyatımızda xüsusi yer tutur. Bu gün də mənim üçün onlardan biridir. Sizin məsləhətlərinizi də nəzərə alaraq, qardaşımın elçiliyinə olan xonçaları son trendlərə uyğun, fərqli və müasir, amma adət-ənənəyə uyğun seçdim. Tortun dizaynından tutmuş, güllərin rənginə, şokolada qədər hər bir detalı özüm özəlinə seçdim. Düzü buna görə də biraz narahatım. İnşallah gəlinimizin ürəyici olar. İndi hazırlaşdım, gedək xonçaları götürək. Baxın görün necədir. Bu arada mənim getdiyim ilk elçilik olacaq. Arzusunda olan bütün subaylar üçün olsun inşallah. Bugün ən çox anam üçün xüsusidir. Bir ana üçün övladını xoşbəxt görmək dünyalara bərabərdir. Anam illərdir bu günü gözləyib, dua edib, indi onun gözündə fərqli işıq görürəm. Bilirsiniz, analar bütün ömrünü bizim üçün yaşayır. Ona görə bugün anamın sevincini görmək mənim üçün də böyük xoşbəxtlikdir. Mən isə hazıram. Baldız makyajım necə oldu? Ürəklərdə yazın. Gedək xonçaları görək. Həsrətimiz oldu